Hə, deyirəm ki, vaxt var idi o komisyonkaların gür olan vaxtında. Ha, bu arkada indi gördüyünüz dükan var ha. Burada Hacı Zeynalabdin adında bir dükan olur. Yəni bu dükanın belə gözə çarpmağı bir üstünə deydi. Bax, içəri girən kim var? İndi görürsüz orada ekranda. Mən də qadındır, kişidir, başa düşmədim indiki qadınlar da kişi yox, kişilərdəki qadınlara. Orada həmən yerdə yeki monumental bir Hacı Zeynalabdin Tağıyevin iri bir dənə bir portreti var idi. Vallahi hansı bir rəssam onu yaratmışdırsa o bir sənət əsəri idi də. Onu da sizə deyim ki, heç olmasa o zamanlar bu Hacı Zeynalabdin Tağıyevin hardasa nəsə bir təbliği var idi. Amma indiki halda biz baxsaq görsək, Hacı Zeynalabdin Tağıyev haqqında heç yerdə heç nə biz tapa bilməyəcəyik. Yəni istisna bir dənə ev muzeyidir. Bir də ki, bu yaxınlarda qoyduqları bir abidə İçəri şəhər metrosunun çıxışında. Onu da ki, qoyan kimi hansısa şərəfsizlər gəldilər, onu tezbeyinə uğradılar. Hə, köynələr, deyirəm getdik Dalşi. Bu arkada görürsünüz, Faiq Sönməz var indi. Yadınızda da orada bir dənə dərzi atölyesi var idi. Adı da Xızı Dağları idi. Özdə ki, ortada bir dənə yekə bir dənə portret var idi. Yadınızda da belə yekə. Böyle dağlar idi. Dağların da üstündə tramvay idi, yoxsa trolleybus idi. Biz də həmişə fikirləşirdik ki, bu Xızı Dağları dursa həmən o şəkildə, o tramvay ya da trolleybus ne cür gedib çıxıb bu dağların üstünə? Bu arxa tərəfdə gördüyümüz adı Efemiyedir, nə deyir bilmirəm. Yəni ki, mən də biraz belə deyək də sumbur şəkildə yadımdadır, amma yadımdadır ki, burada bir gastronom var idi. Yəni bilirsiniz bu gastronomun yəni gür vaxtında mən uşağı idim. Biz də uşaq olanda o vaxtı sözə qulaq asan uşaqlardan idik də, indikilərdən yox. Yəni evimizdən çox uzağa getmirdik. Ona görə bunun gür vaxtı mənim yadımda deyil. O qədər. Kimin yadındadır qoy yazsın. Buyurun xatirələrinizi çıxartın üzə. Bəlkə kimsə oxuyacaq, kimsə maraqlanacaq, kiminsə nəsə yadına düşəcək, ümumi tanışlarımız çıxacaq bir yerdə. Amma mənim yadımdadır ki, həmən o gastronomun bu tərəfdən bir girişi var idi. Burada da belə kiçik bir kafeteri fason idi. Və o ucu mənim yadımdadır artıq. Yəni ki, biz biraz böyüyəndən sonra o məktəb vaxtı şatala getmək söhbətləri var idi ya. Yuxarı siniflərdə gəlirdik hərdən bu kafeyə kakao içməyə. Kakao deyirdik də biz, düzdür? Hə, buradakı, yəni ki, bilirsiniz də harabda, bura məşhur, o zaman deyirdilər, Ceyran kafesi. Taksiyə minərdilər, qaqaş sür düz, hara gedir, Ceyran kafesinin yanına. Yəni, Ceyran kafesi bir marka idi də, bir nöqtə idi ki, hansının ki, adını verib gelib ora çıxmaq olar idi. Ortasında da, burada, səhv eləmirəmsə, ya yuxarıda idi də, deyəsən, yuxarı hissəsində belə kiçik bir abidələr var idi, belə Ceyranlar. Yadımızdadır, hə? Mən düz o Ceyran kafe vaxtını görmədim, elə adını ancaq eşitdim də. Bir dəfə mənim yadımdadır, həmən bu Ceyran kafesində yenə qısa müddətli kafe açıldı. Ona da bir tanış yaxınımız var. Adı Əbildir. Haşxana elədi oranı. Amma az işlədilər. Biraz işlədilər, sonra təzədən bağlandılar. Bura heç. Bura 5 nömrəli uşaq poliklinikası. Hələ mənim nə qədər yadımdadır. Bura həmişə poliklinika olub. Buranın poliklinikadan başqa heç nə görməmişəm. Düzdür, bizdə ölkədə hər şey mümkündür. Məsələn, indi bu dəqiqə bir restoran var, Zloy Coffee, İnşaatçılar prospektində. Vaxtı ki, ora polis bölməsi olub. Yaxud Kasparın poliklinikasının yerində indi restoran olub. Amma neysə, şükür Allah, hələ səhiyyə obyektlərini deyiblər. Bura hələ də poliklinikadır. Başlamışdıq 80'lərdən, yavaş gəlirik 90'lara səyahətimiz davam edir. Baxın, o arxa tərəfdə görürsünüz, dükan yazılıb, indi Patçı. Vaxtı ikən, ora İmpraşop olub. Yəni, İmpratex şirkətinə məxsus olan bir məişət texnikası dükanı. Bilirsiniz, belə baxanda o vaxtda dükanlar var idi, amma bu elə yedinqə dükanı idir ki, hansı ki bunu inşa eləyəndə o zaman 90'da Dubaydan bura o Hindistanlılar, Pakistanlı fəhlələr gəlmişdi. Məncə bu ilk dəfə idi da açan ki, Bakıda xarici fəhlələr hansısa bir fəaliyyət aparırdılar da, iş görürdülər. Bax, buranı onlar düzəltmişdilər. Yəni, doğrudan da interyeri, düzəlişi tam şəkildə fərqlənirdi. Əlbəttə ki, məhsullarıdır da. Yəni, o zaman, belə deyək də, bu video magnetofonların, musiqi mərkəzlərinin bir gür olan vaxtları idi.
burada çıxan məsələn Ayva, Philips brendlər o zaman gəldi belə girdi bizim həyatımıza. Bu da bir kiçik ekskursdur sizin üçün prospektlə bağlı. Qaldı bir dənə məqam, onu da pusatlayacağım. Arxa tərəfdə indi gördüyünüz Villeroy and Boch dükanının yanında kiçik bir giriş var da, yuxarı qalxırdım belə pelikanla. O vaxt ora belə dombita biz deyirdik də, orada məişət evi kimi. Yəni həm qadın bir salonu var idi o vaxtda, gözəllik salonu tipində, həm də aşağıda kişilər üçün məşhur bir salonlardan biri idi, dəlleyxanalar. Həmçində saatsaz. Yəni mənim yadımdadır, mən onda uşaq idim. Anam gələrdi ora, mən həmişə verərdi birinci mərtəbədə orada dəlliyək. Bir yadımda da öyrəndi, hərdən bura gəlirdi. Anam da qalxardı yuxarı mərtəbəyə. Həm də orada o qadınların salonunda, indi mən uşaq idim, məni buraxırdılar. İçəri girən kimi bir dənə o perigidroldür, nədir, onun bir dənə iyi basırdı. İndiyənə kimi o iyi mənim yadımdadır da, belə. Köynələr. Bu bir kiçik ekskurs idi sizə. Prospekt haqqında görürsünüz, indi hal-hazırda prospekt çox dəyişib. Yəni hər şey dəyişib. Yerlər dəyişməklə insanlar da dəyişib. Çox əfsuslar olsun ki, yəni keçmiş insanlar artıq yoxdur. Onların çoxusu köçüblər bu ölkədən. Bəziləri dünyalarını dəyişib, bəziləri digər başqa ölkələrdə özünə xoşbəxtlik tapıblar. Biz amma hələ də buradayıq. Görünür ki, hələ hardan adam olmuşuq, qəlbimiz hardadır, orada da öləcəyik. Bu qədər, qəlbdən qəlbə.